çox maraqlı bir məqamdır. Həqiqətənmi Birləşmiş Ştatlar Venezueladan əslində Maduronun getməsini yox, orada maraqları olan İranı, Sepahı vurğulandığı kimi Hizbullahın bazalarını aradan qaldırmağa çalışır? Nə baş verir? Siyasi şərhçi Əhməd Şahidovla müzakirə edəcəyik. Əhməd bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun Jale xanım. Marco Rubio'dan çox maraqlı bir iddia gəldi. İran, Sepah, hətta Hizbullahın bazaları Venezueladadır dedi. Birləşmiş Ştatların, Trump'ın bütün bu hirsinin mərkəzində İrana olan aqresiya dayanır. Nə baş verir? Bəli, Jale xanım, mən də bütün ARV24 izləyicilərini Avstriyanın paytaxtı Viyanadan salamlayıram. Əslində, ABŞ-ın xarici siyasətində bugün Venezuela və İranla bağlı strategiya eyni bir paket kimi baxmaq lazımdır. Ayrı-ayrı bölgələr olsa da, amma hər iki ölkəyə qarşı uzun illərdir iqtisadi, siyasi sanksiyalar həm Venezuelanın, həm də İranın neft strategiyasını zəiflətmək, bu ölkələrdən neft alan üçüncü ölkələrə qarşı tarif tətbiq edilməsi və nəhayət hərbi müdaxilə ehtimalı. İlk növbədə elə Venezueladan başlasaq, 10 illərdir ki, Amerika Birləşmiş Ştatları Venezuelaya, Maduro hökumətinə qarşı sanksiyalar tətbiq edir. Hətta Biden administrasiyası dönəmində də Venezuelanın iqtisadi, siyasi sahələrinə ciddi sanksiyalar tətbiq edilirdi. Lakin Trump'ın hələ birinci prezidentlik dönəmində bu sanksiyalar daha da sərtləşdi və artıq ikinci prezidentlik dönəmində gündəmdə Venezuelaya qarşı hərbi müdaxilə gündəmdədir və real bir təhlükə var. Artıq son həftələr, son aylar ərzində Karib hövzəsində Venezuela, Kolumbiya sahillərində narkotrafiklə mübarizə, insan qaçaqmalçılığı ilə mübarizə adı altında dəfələrlə havadan hücumlar təşkil olunub dənizlərə, dənizdə üzən gəmilərə və növbəti mərhələ kimi Venezuelaya havadan və qurudan hərbi müdaxilə gündəmdədir və Trump artıq son açıqlamalarında bunu açıq şəkildə bildirir. Təbii ki, burada ilk növbədə Venezuelanın neft yataqları əsas məsələdir və Venezuela lideri Maduro da dəfələrlə bildirir ki, Amerika Birləşmiş Ştatları Venezuelanın neftlə zəngin yataqlarını ələ keçirməyə çalışır. Digər bir məsələ Amerika Birləşmiş Ştatlarına 10 illiklərdir ki, qeyri-qanuni yolla gələn miqrantlara qarşı mübarizədir. Bu, Amerika Birləşmiş Ştatlarında həqiqətən də gündəlik həyatı çətinləşdirib, kriminogen durum, insan qətilləri, oğurluq, bu kimi kriminogen hadisələri törədən şəxslərin bir çoxu Latin Amerikası ölkələrindəndir. Elə Venezueladan, Kolumbiyadan, Meksikadan gələn insanlardır ki, bu hələ demokratların dönəmində heç bir nəzarət yox idi. Amerika Birləşmiş Ştatlarının sərhədini keçən istənilən şəxs Amerikada qala, yaşaya bilərdi. Onların heç bir statistikası, qeydiyyatı aparılmırdı ki, Trump hakimiyyətə gələndən sonra onlara qarşı ciddi mübarizə aparır. Hələ bu il 2025-ci ilin 11 ay ərzində 14 min Venezuelalı xüsusi reyslərlə öz ölkələrinə deport edildi və bu proses davam edir. Və növbəti səbəb kimi isə təbii ki, Venezuelanın uzun illərdir həm Çinlə, Rusiya ilə, İranla əməkdaşlıq etməsi bu Amerika Birləşmiş Ştatlarının təbii ki maraqlarına ziddir. Bu baxımdan Maduro hakimiyyətini qeyri-legitim hesab etməklə əslində ona qarşı hərbi əməliyyat edilməsi üçün bir zəmin hazırlanır və bu baxımdan Amerika Birləşmiş Ştatları hələ Amerika ərazisində fəaliyyət göstərən Venezuelanın ən böyük neft şirkətinə qarşı da sanksiya tətbiq olunması gündəmdədir ki, həmin Venezuela şirkətinin aktivlərinin dondurulması məsələsi var ki, bu da iki ölkə arasında problemlərdən biridir. Amma hərbi əməliyyat riski təbii ki, yüksəkdir. Belə bir hadisə baş versə, bu ümumiyyətlə Amerika qitəsində və ümumiyyətlə Amerika Birləşmiş Ştatları ətrafında prosesləri dəyişə bilər. ABŞ-a qarşı yeni koalisiyanın yaranmasına gətirib çıxara bilər ki, həm Latin Amerikası ölkələri ki, bu ABŞ-a qarşı uzun illərdir siyasət yürüdürlər və Rusiyadan, Çindən, hətta az öncə sizin də dediyiniz kimi İrandan da Venezuelaya və Maduro hökumətinə beynəlxalq dəstəyin artması
gündəmə gələ bilər. Bu baxımdan Amerika Birləşmiş Ştatları hələ ki ehtiyatla yanaşır, amma sanksiyalar davam etməkdədir. Hətta bu günlərdə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda bildirilirdi ki, Maduro'nun yerini biləcək, belə deyək, yerini göstərə biləcək, onun həbsinə apara biləcək hər hansı bir sübut, dəlil təqdim edən şəxsə 50 milyon ABŞ dolları məbləğində mükafat tətbiq edilir. Görünən odur ki, əsas məqsəd Maduro'nun özünü neytrallaşdırmaq, onu hakimiyyətdən uzaqlaşdırmaq və ABŞ-a və Vaşinqtona daha loyal olan bir Venezuelalı siyasətçini hakimiyyət başına gətirməklə əslində Venezuelanın neft yataqlarından ümumi nəzarəti həyata keçirməkdir ki, hətta vaxt da qoydular. Maduro'ya hətta vaxt da qoydular. Çox üzr istəyirəm. Məhməd bəy, təəssüflər olsun ki, zamanımız azdır, ona görə bunu etdim. Maduro daha doğrusu dedi ki, 18 aydan sonra gedəcəm. Amma Trump da dedi ki, elə bu dəqiqə gedərsə, mən onun və ailəsinin ölkədən çıxışına təminat verəcəm. Rahatlıqla ölkəni tərk eləyə biləcək. Bu şirin bir tövsiyə idi, bir təklif idi. Maduro bunu qəbul edəcəkmi? Yoxsa dediyi kimi müəyyən prosesləri gözləyəcək? Həmin müddətdə də İran olsun, Rusiya olsun dəstəyini alıb yerini mi möhkəmləndirəcək? Dedi 18 aydan sonra. 18 aya qədər hər şey etmək olar orada. Əslində Maduro'nun 18 ay ərzində getməyə hazır olduğunu bildirməsi bir qədər zaman qazanmaq üçün hesablanmış bir manipulyasiya aktıdır. Təbii ki, Donald Trump buna razı olmaz. Əgər hərbi əməliyyatlar məsələsi gündəmdədirsə, elə Ukrayna-Rusiya müharibəsi fonunda Vaşinqtonun Moskva ilə daha xoş, mülayim davranması əslində gələcəkdə ABŞ-ın Venezuelaya hərbi müdaxiləsi fonunda ən azı Rusiyanın səssiz qalmasını təmin etməyə yönəlib. Sanki Ukrayna qurban verilməklə onsuz da Trump düşünür ki, Ukrayna onsuz da itirilib və hər gün yeni ərazilər itirə gedir. Ukrayna məsələsində Rusiyaya güzəştə getməklə Venezuelaya ediləcək hücum zamanı Rusiyanın səssizliyini qoruyub saxlamasını təmin etməkdir ki, bu artıq Vaşinqton və Moskva arasında həftələrdə davam edən və gizli, məxfi saxlanılan danışıqlardan müzakirə oluna biləcək bir ehtimaldır, senaridir. Amma istənilən halda Venezuelanın və Maduro'nun anti-Amerika, anti-ABŞ belə deyək siyasəti Vaşinqtonda, Ağ Evdə qıcıqla qarşılanır və mən düşünmürəm ki, Donald Trump 18 ay səbr edə bilər. İstənilən halda Venezuelaya qarşı hərbi müdaxilə və ya Maduro'nun hakimiyyətdən devrilməsi dinc yolla və ya hərbi yolla fərq etməz, gündəmdədir. Çünki bu həm Amerika Birləşmiş Ştatları üçün strateji önəm daşıyır, həm böyük iqtisadi rıçaqlar deməkdir. Dünya neft bazarına nəzarət etmək üçün Venezuelanın neft yataqlarının nəzarət altına alınması, ələ keçirilməsi bu ABŞ-ın dünya neft bazarında OPEC müstəvisində böyük üstünlüyü deməkdir. Çünki elə dünya neft bazarında Venezuelanın payı çox böyükdür. Bu baxımdan düşünürəm ki, yaxın həftələrdə Venezuelaya hərbi müdaxilə gündəmə gətirilə bilər. Gündəmə gətirilə bilər. Bəs bu Birləşmiş Ştatlarda necə qarşılanacaq xalq tərəfindən? Çünki onsuz da Trump'ın verdiyi qərarlar müəyyən dərəcədə etirazlara səbəb olur və hətta küçələrə axışır artıq insanlar. Yəni biz bu kadrları görürük. Onun hakimiyyəti ilə bağlı hər hansısa bir təhlükə formalaşdıra bilərmi Trump'ın? Təbii ki, Senatda bugün Respublikaçılar üstünlük təşkil edir. Ötən ilin noyabr ayında Trump təkcə Ağ Evi qazanmadı, həm də Senatı qazandı. Respublikaçılar üstünlük təşkil edir. Amma yenə Senatda qorxurlar ki, xüsusən də demokratlardan olan senatorlar ehtiyat edirlər ki, Donald Trump İrana hücumla bağlı verdiyi şəxsi qərarı ki, Senatla razılaşdırmamışdı. O isə ABŞ qanunvericiliyinə görə ABŞ ordusunun hər hansı bir müharibəyə başlaması və ya qoşulması üçün Senatın razılığı olmalıdır. Bu baxımdan Senatda ehtiyat edirlər ki, Donald Trump növbəti dəfə Venezuelaya hərbi müdaxilə zamanı da Senatın razılığı olmadan hərəkət edə bilər və bu hələ 80-ci illərdə Latin Amerikası ölkələrində hakimiyyəti dəyişdirməklə bağlı hərbi müdaxilədən istifadə etməklə bağlı negativ bir tendensiyanı təkrarlanması kimi bir qorxu var. Amma ümumən Amerika cəmiyyəti bilirsiniz ki,
hardasa ağ o Amerikalılardan daha çox İspan dilli danışan Latin Amerikası kökənli Amerikalılar var ki, bu Amerika cəmiyyətinin böyük bir hissəsidir və Venezuelaya belə bir hücumun təşkil olunması və orada xüsusən də mülki insanların daha çox ziyan görməsi, qətlə yetirilməsi, yaralanması və qaçqın həyatı yaşaması bu təbii ki Amerika cəmiyyətində narazıçılığı artıracaq, həm demokratlar tərəfindən, həm də sadə Amerikalılar tərəfindən. Yəni heç bir səbəb olmadan belə bir müharibəyə daxil olmaq Amerika cəmiyyətində əlavə narahatçılıq gətirir. Ona görə həm Prezident Donald Trump, həm az öncə Dövlət katibi Marco Rubio da bildirdi ki və az qala İranla bağlamağa çalışdı, Hizbullahla, Hamasla bağlamağa çalışdı Venezuela hakimiyyətini. Ona görə belə bir süni səbəblər ortaya atmağa çalışırlar. Gah deyirlər ki, Amerika Birləşmiş Ştatlarına satılan, axıb gələn narkotrafikin elə mənbəyi Venezueladır və heç bir dəqiqləşdirmə olmadan sadəcə Amerika istiqamətində üzən gəmilərdən ehtimal nəzəriyyəsi üzərinə həmin gəmiləri havadan zərbələrlə məhv edirlər ki, orada mülki insanlar da həyatını itirir və Maduro ümumiyyətlə qeyri-qanuni, qeyri-legitim prezident adlandırılır. Amerikada narkotrafikin elə əsas mənbəyi təşkil edən şəxs kimi qələmə verilir. Bütün bu səbəblər formalaşdırılır. Elə ilk növbədə Amerikanın öz cəmiyyətini, yerli Amerikalıların gözündə Venezuelanı ABŞ-ın ən böyük düşməni kimi təqdim etmək. Daha sonra beynəlxalq arenada Venezuelaya dəstək verməyə hazır olan və ya gələcəkdə dəstək verə biləcək ölkələri indidən neytrallaşdırmaqla Ağ Ev hakimiyyəti bir zəmin hazırlayır ki, yaxın aylarda əgər Venezuelaya qarşı hərbi müdaxilə baş verərsə, orada bir toqquşma baş verərsə, insanların ölümü baş verərsə, həm Amerika daxilində bu minimum etirazlarla qarşılansın, həm də Amerika Birləşmiş Ştatlarının dünyadakı imici çox da korlanmasın. Amma təbii ki, bu çətin məsələdir. Venezuela ətrafında birləşəcək, Venezuelaya dəstək verəcək elə Latin Amerikasında bir çox ölkələr var. Hətta qitənin kənarında, xaricində istər Çin olsun, İran olsun, bu kimi ölkələr təbii ki, Venezuelaya ediləcək hərbi müdaxiləni qəti şəkildə pisləyəcəklər. Aydın da çox təşəkkür edirəm Əhməd bəy, ətraflı şərhiniz üçün. Birləşmiş Ştatların Venezuela ilə bağlı planlarını müzakirə elədik, qaranlıq məqamları aydınlatdıq. İndi isə yenidən qaydaq Rusiya